Bakıda güclü partlayış olub. Kanal 10 TV APA istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Binəqədi rayonunda baş verən partlayış Şaiq MTK-yə məxsus binanın 18-ci mərtəbəsində qeydə alınıb. İlkin məlumata əsasən partlayış mənzildə qaz sızmasından baş verib. Hadisə nəticəsində polis nəfəri Məhəmməd Babayev partlayışın təsirindən 18-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib. Məhəmməd Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edirdi. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Partlayışın hansı mənzildə baş verdiyini demək hazırda çətindir. Çünki bütün mənzillər dağılıb. İstintaqdan sonra partlayışın dəqiq harda baş verdiyi məlum olacaq. Təhlükəsizlik tədbirləri görülür. Kanal 10 TV, Bakı.